Herkese salam, mən Səma Sultanova, Qarabağ Universitetinin 2-ci kurs tələbəsi. Artıq 2-ci vloqumuzdur ki, xəstə səsimlə səsləndirirəm. Burada konsertə hazırlaşmışam. Valideynlərim Bakıdan gəliblər. Səhər bir yerdə çay içirik qədim Şəkidə. Burada isə Osmanlıdayam. Konsertdə ifamı eləmişəm. Gəlmiş ayın 31-i bir yerdə qeyd eləməyə yeni ilimizi. Bu arada sizlərin bayramınızı, keçmiş bayramınızı təbrik eləyirəm. Burada Osmanlının qarşısında özümü sizə göstərirəm. Gəlmişik atəş fişanlığa baxmağa. Kənardan sizə qısa kadrlar göstərirəm. Ayın 28-i olan tədbirimiz də olmuşdu. Sadəcə ona vlog çəkə bilmədim və biz səhər gedirik Gədəbəyə. Qardaşım təxris olur, onu götürməyə gedirik. Burada yenə özümü çəkirəm. Amma getməzdən əvvəl qədim Şəkiyə getmişik. Qədim Şəkisiz olmaz. Və burada artıq Gədəbəydə bir qar yağmışdı. Çox gözəl idi və çox soyuq idi. İstəyirəm hər tərəfli sizə göstərdim. Çünki Xankəndidə qar çox az yağmışdı. Burada çox görəndə çox sevindim. Burada yenə özümü göstərirəm sizə. Və biz burada ani qərarla qardaşımı götürüb Lənkərana gedirik. Nənəmlə babama yeni il hədiyyəsi eləməyə. Və əsas səbəb buydu. Biz buna görə gəldik. Mənim dayım oğlu. Və biz Lənkərandan çıxırıq, Bakıya qayıdırıq səhər. Lənkəranda artıq yağış yağırdı, qara çevrilirdi və gəldik Qaradağ rayonu Lökbatan qəsəbəsinə. Bu bizim öz mağazamızdır. Bu reklam deyil. Sadəcə sizə qısa kadr istədim çəkim. Burada bu şaftalları özüm bişirmişəm. İstədim sizlərə də göstərdim. Göz haqqınızı halal eləyin. Və mən artıq qayıdıram Xankəndinə. Səhər 6-da çıxmışdıq. Sadəcə hələ gün çıxan vaxtlarda sizə çəkdim. Saat 3-də imtahandaydım. Ona görə tez çıxmalıydım. Və çatdım. Evimdəyəm, Xankəndimdəyəm. Təşəkkür edirəm. Sağ olun.